sözləri axı niyə unudursunuz? 100 söz öyrənirsiniz, amma bir həftə sonra ayılırsınız ki, 80-i yadınızdan çıxıb. Bu problem yaddaşınızla bağlı deyil. Bu problem öyrənmə üslubundadır. Çox insan sözü belə öyrənir. Söz və tərcüməsini. Söz və tərcüməsini. Sonra keçir növbəti sözə. Belə, ancaq söz və tərcüməni öyrənərək bir də ayılır ki, öyrəndiyinin çox hissəsi yadında deyil. Çünki bizim beynimiz belə işləmir. Bir sözü daha uzun müddətli yadda saxlamaq üçün 3 əsas addım. 1. Sözü cümlədə istifadə etmək lazımdır. 2. Danışıqda işlətmək lazımdır. Mütləq şəkildə bir neçə gün sonra onu təkrarlamaq lazımdır. Məsələn, sadəcə improve sözünü öyrənmirik. Deyin, I want to improve my English. Bu zaman bu söz artıq sizin beyninizə həkk olur. Və əgər siz ingilis dilinizi daha effektiv öyrənmək istəyirsinizsə və inkişaf etdirmək istəyirsinizsə, mütləq şəkildə bizə yazın. Ödənişsiz test dərsimiz var. Ona qoşulun və elə günü bugündən başlayın. Nəyə gözləyirsiniz?